Salam əziz YouTube severlər. Mən bugündən etibarən Azərbaycanda ilk dəfə olaraq retail sahəsinə uyğun olaraq videolar çəkib sizlərlə paylaşacağam. Və siz mənim videolarıma diqqətlə baxsaz, izləsəz, market şəbəkələrində müxtəlif peşə sahiblərinə malik olacaqsınız. Bunun üçün zəhmət olmasa kanalıma abunə olun, videoları bəyənin, maksimum dərəcədə paylaşın, hər kəs xəbərdar olsun. İlk olaraq mən bu mənbələri hardan, yəni öyrəndiyimi sizlə paylaşmaq istəyirəm. Mən Tam Store marketlər şəbəkəsinin planlamaçısı olmuşam və müəllimim Xəyal Əliyev bu peşəni mənə öyrədib. Bu videolar vasitəsilə sizə stok planlamanı və stok kontrolu sizə izah edəcəm. Diqqətlə qulaq assaz, çox rahat və çox asan bir peşədir. Marketin hər bir prosesini rahat sizlərə izah edəcəm və gedəcəyiniz müsahibədə də verilən suallara səlis, doğru cavab verə biləcəksiniz. Stok planlaması nədir? Belə deyək, gələcək satış və ehtiyaclara uyğun stok səviyyəsinin əvvəlcədən hesablanmasıdır. Bunların hamısını bir sonra sizə sadə şəkildə izah edəcəm. Burada məqsəd nədən ibarətdir? Stokda nə qədər məhsul olmalı, nə vaxt sifariş verilməlidir bu məhsullar? Stok kontrolu nədir? Planlanan stok miqdarına əməl olunub olunmadığının izlənməsidir. Stok kontroludur bu. Real vaxtda belə deyək, nəzarət olunmalıdır. Stok çatışmazlığı, biz buna stok out deyirik və artıq stokun qarşısını almaq, biz buna overstock deyirik. Deməli, planlama nə üçündür? Planlama gələcək üçündür, kontrol bugün üçündür. Plan düzgün olmadığı halda, yəni plan düzgün deyilsə, kontrol nəticə verməyəcək, deyim, yəni biləsiz. Kontrolsuz planlamada böyük riskdir. Bu ya overstocka gətirib çıxardacaq, dediyim kimi məhsul çox olacaq, ya da məhsul az olacaq, stok out'a gətirib çıxaracaq. Tövsiyəm ondan ibarət ki, planladınsa kontrol etməlisən. Kontrol etməsən düzəliş edə bilmərsən. Ola bilər bir yanlışlıq olar. Yəni sən onu mütləq kontrol etməlisən ki, düzəlişlər etmək üçün. Bunun üçün, bu ixtisaslar üçün, bu peşə üçün siz xüsusilə Excel proqramını bilməlisiniz. Çünki növbəti videolarda sizə Exceldə bunları izah edəcəm. Və özünüz də görəcəksiniz ki, çox asandır. Biraz məlumatınız olsa Exceldən lookup, xüsusilə vertikal VLOOKUP dediyimiz prosesi bilsəz, sizin üçün çox rahat olacaq bu işi öyrənmək. Bu işin əsas hissələri ambardır, depo dediyimiz və market hissələrindən ibarətdir. Mən bugün sizə depo haqqında ümumi anlayışı verəcəm. Növbəti videoda isə marketlərə, məhsulların marketə daxil olunmağı və istehlakçıların, belə deyək, alıcıların onu alıb evlərinə daşımağına qədər o prosesi sizə izah eləyəcəm. Ümumi depo anlayışı, deponun ümumi görkəmi adətən bu formada olur, birinci şəkildə gördüyümüz kimidir. Bu gördüyünüz taxta materialdan olan daşınma üçündür. Palet deyirik buna, bir çoxları paddon deyir buna. Bu yığılmış formasıdır, yəni burada tək formasıdır, burada da yer tutmasın deyə bir-birinin üzərinə yəni yığılıb. Bu rəfdir, depo rəfidir. Burada gördüyünüz kimi hündür, yəni burada balaca olsa da burada hündürdür, hündür rəfdir. Və bu paletlərin üzərində, diqqətlə baxın bura, məhsullar var və bunu əllə daşıyırlar. Bir çox hallarda isə avtokar dediyimiz
nəqliyyat vasitəsidir. Bu da yüklərin daşınmasında insanların işini böyük, həqiqətən də tam şəkildə desək asanlaşdırır. Bu deponun istəyirəm sizə bir təsəvvür yaransın və gördüyünüz kimi də depoya daxil olanda mütləq burada xüsusi geyim forması var, təhlükəsizlik üçün kaskadır və bunların ayaqqabıları da xüsusi olur ki, məhsul dağılıb eləsə, yəni bunların ayağına düşüb zədə verməsin, travma yaratmasın ayaqlarında. Retaildə depo anlayışı nədir? Onu mən sizlərə istəyirəm ki, izah edeyim. Depo məhsulların mağazalara göndərilməzdən əvvəl saxlandığı və idarə olunduğu mərkəzi ambar məkanıdır. Biz depo deyirik, ambar da deyirlər, sklad da deyirlər, hər bir cür deyir. Bu ambarlar məhsulların stoklanması, çeşidlənməsi, qablaşdırılması və logistikə hazır hala gətirilməsi funksiyalarını yerinə yetirir. Logistika, nəqliyyat da daşınmadır. Bu ölkədən ölkəyə də ola bilər və başqa ölkədən sizin marketin deposuna da ola bilər, yəni market şəbəkənin deposuna da ola bilər. Məqsəd, yəni əsas nədir? Tədarükçü nədir? Bu firmalardır. Müxtəlif firmalar var, satış firmaları var. Məsələn, Mazarina firması var. Azəriş var, içki növlərindən, Coca-Cola firması var. Yəni bunların hamısı firmalardır. Məsələn, Bizonun özünün xüsusi, yəni Avroradan alınsa belə də, yəni firma sayılır hamısı. Yəni sizə gələn məhsullar, sizə məhsulları gətirən şirkətlərin hamısına biz firma, şirkət belə deyəcəyik. Adətən firma deyəcəm ki, ümumi məlumatınız olsun. Deməli, məqsəd nədir burada? Stokun toplanması idi. Deməli, tədarükçülərdən gələn mallar mərkəzi depoda toplanır. Stok kontrolu nədir? Məhsul miqdarları izlənir. Ehtiyat azaldıqda sifariş verilir. Yəni, ehtiyat az deyilsə, siz ona sifariş verməyiniz lazımsızdır. Depoda artıq yer tutacaq. Dağıtım nədir? Deməli, məhsullar mağazaların ehtiyacına uyğun şəkildə bölgülənərək göndərilir. Yəni, bir məhsuldan məsələn 2000 dənə gəlib, sizdə də 30 dənə mağaza var. Bunu mağazanın formatına uyğun olaraq bilirsiniz ki, supermarket var, mini market var, hipermarket var. Deposunun ölçüsünə uyğun olaraq hər mağazanın özünün depoları var. Orada məhsul toplanır az miqdarlarda. Yəni mərkəzi depodan fərqlidir təbii ki, ölçüsünə görə. Hər mağazanın formatına uyğun olaraq mağazalara məhsul dağılma olunur depodan. Məqsədlərdən biri də effektiv idarə eləmədir. Retail zəncirində malların vaxtında və düzgün mağazalara çatmasını təmin eləyir. Bu məqsədi də yəni yadımızda saxlayaq. Ümumiyyətlə, retaildə depo növləri var. Mərkəzi depo var, regional depo var. Bir də cross-docking mərkəz deyilən bir depo növü var. Bunları bir-bir sizə izah edeyim. Mərkəzi depo hər bir şəbəkənin bir mərkəzi deposu olur. Böyük bir deposu olur. Məsələn, Avroranın özünün deposu var, Azərsun Holdingin özünün, Veysel Oğlunun özünün mərkəzi bir depoları var. Məhsullar ora gəlir və oradan paylanır mağazalara. Regional depo nədir? Regional depo belə təsəvvür edək ki, hər hansı bir mağaza şəbəkəsi var. Onun məsələn, cənub regionunda bir deposu olur, kiçik depo olur ki, oradan rahat operativ şəkildə yəni məhsullar paylansın, stokout yaşanmasın mağazalarda. Məsələn, Masallı, Lənkəran, Cəllabad. Bu hissədə hər hansı bir şəbəkənin bir kiçik deposu olur. Oradakı mağazalara rahat paylanır məhsullar. Gəncə, Qazax, Tovuz. Gələcək videolarımda ümumi məlumat verəcəm bu haqda sizlərə. Bir də məsələn, Naxçıvana
Bakıdan məhsulun getməyi çətin olduğu üçün Naxçıvanda belə bir təsəvvür yaradım sizə, biləcəksiniz. Sanki bir depo var, mərkəzi depodan həmin depoya məhsullar göndərilir, orada saxlanılır, oradan yetərli qədər mağazalara paylanılır məhsullar. Cross-docking nədir? Stoklamadan birbaşa göndəriş üçün istifadə olunur cross-docking. Belə deyim, malların depoda saxlanmadan birbaşa təchizatçıdan gəlib, təchizatçı bayaq sizə dediyim kimi firmadır, firmadan gəlib qısa müddətə mağazalara və ya müştərilərə göndərildiyi mərkəzlərdir. Sadə izahla deyəcəm sizə, mallar gəlir, çox qalmadan çeşidlənir və dərhal göndərilir. Növbəti videoda market haqqında sizə ümumi məlumat verəcəm. Diqqətiniz üçün minnətdaram. Sağ olun, təşəkkür edirəm. Zəhmət olmasa videolarımı bəyənin. İnşallah növbəti videoda market haqqında sizə ümumi məlumat verəcəm. Sağ olun.